Övladlarınız əgər Power Game Design tədrisində nələr öyrənəcək? Gəlin baxaq. Yaradıcı düşünmə bacarığı. Oyun dizaynı uşaqlara öz dünyalarını yaratmaq, müxtəlif hekayələr və personajlar qurmaq imkanı verir. Bu, onların təxəllülünü inkişaf etdirir və yaradıcı düşünmə bacarığını artırır. Həmçinin 2D vizuallar, süni intellekt və oyun mexanikaları ilə tanış olaraq oyun dizaynının yaradıcı tərəflərini öyrənirlər. Problemləri həll etmə bacarığı. Oyunları hazırlayarkən uşaqlar qarşıya çıxan problemləri məntiqli şəkildə həll etməyi öyrənirlər. Süni intellekt alətlərindən istifadə etmə, oyunların mexanizmlərinin və alqoritminin qurulması kimi tapşırıqları həll edərkən onlar analitik düşünmə və problemləri həll etmə bacarıqlarını inkişaf etdirmiş olurlar. Texnoloji bacarıqlar. Game dizayn öyrənən uşaqlar bir neçə texniki bacarığa sahib olurlar ki, bu bacarıqlar gələcəkdə onlar üçün proqramlaşdırma, süni intellekt və 2D qrafikası kimi sahələrdə geniş imkanlar təqdim edir. Oyunların hazırlanmasında verilənlərə əsasən proqramlaşdırma və oyunların testi ilə bağlı praktiki təcrübə qazanırlar. Komanda ilə işləmə bacarıqları. Oyunların hazırlanması çox vaxt komanda ilə işləmə tələb edir. Uşaqlar bu zaman əməkdaşlıq etməyi, bir-birləri ilə fikirlərini bölüşməyi, ortaq bir məqsəd üzərində çalışmağı öyrənmiş olurlar. Komanda işi və layihə idarə etməsi bacarıqları ilə real dünya layihələrində təcrübə qazanmış olurlar. Və gələcək karyera imkanları. Game sahəsində təcrübə qazanan uşaqlar gələcəkdə oyun dizayneri, oyun developeri və ya bu kimi digər əlaqəli sahələrdə karyera qurmaq üçün yaxşı bir təcrübəyə sahib olurlar. Süni intellekt alətlərindən istifadə edərək müasir oyun dizaynı sahəsindəki bilik və bacarıqları qazanırlar. Odur ki, övladınızı indidən Kod Akademiya ilə gələcəyə hazırlamaq istəyirsinizsə, vaxt itirməyin və bu fürsətdən yararlanın.